Kosmos, sonsuzluğun, kəşfin və insan xəyalının simvolu. Kosmos həftəsi çərçivəsində Bakı şəhər 133 nömrəli tam orta məktəbdə xüsusi bir layihə həyata keçirildi. Layihənin əsas məqsədi şagirdlərdə elmə, kosmosa və yaradıcı düşüncəyə maraq oyatmaq idi. 1-ci sinifdən 9-cu sinifə qədər bütün şagirdlər bu layihədə böyük həvəslə iştirak etdilər. Hər biri kosmos mövzusunda öz xəyal gücünü və bacarığını ortaya qoyaraq müxtəlif maketlər hazırladılar. Planetlər, Günəş sistemi, raketlər, kosmik stansiyalar, ay bazaları və gələcəyin kosmik dünyasını əks etdirən bir-birindən maraqlı layihələr məktəbimizdə xüsusi sərgidə nümayiş olundu. Bu sərgi sadəcə maketlərin nümayişi deyildi. Bu sərgi uşaqların xəyal gücünü, yaradıcılığını və elmə olan sevgisini nümayiş etdirirdi. Layihə boyunca bütün iştirakçılar dəyərləndirildi və şagirdlərimiz müxtəlif hədiyyələrlə mükafatlandırıldı. Ən maraqlı və yaradıcı işlərin müəllifləri isə bizimlə birlikdə Azərkosmosa səfər etmə imkanı qazandı. Azərkosmosa səfərimiz uşaqlar üçün unudulmaz bir təcrübəyə çevrildi. Burada şagirdlər seminar iştirakçısı olaraq Azərbaycanın kosmik fəaliyyəti haqqında geniş məlumat əldə etdilər. Onlara Azərkosmosun fəaliyyəti, Azərbaycanın süni peykləri, bu peyklərin hansı məqsədlə istifadə olunması barədə məlumat verildi. Şagirdlər kosmos sahəsində həyata keçirilən müasir layihələrlə tanış oldular, hazırda görülən işlər haqqında məlumat aldılar və böyük maraqla seminarı izlədilər. Seminar zamanı sual-cavab təşkil olundu. Şagirdlər öz biliklərini nümayiş etdirdilər, yeni məlumatlar öyrəndilər və kosmos haqqında düşüncələrini bölüşdülər. Daha sonra Azərkosmosun müxtəlif bölmələri ilə tanış olduq və bu maraqlı dünyanın bir hissəsini yaxından görmə imkanı əldə etdik. Bu layihə bir daha göstərdi ki, uşaqlara xəyal qurmaq üçün imkan yaradıldıqda onlar möhtəşəm nəticələr ortaya qoya bilirlər. Və indi videonun sonunda sizinlə mənim üçün xüsusi bir xatirəni bölüşəcəm. Oğlum Əli ilə birlikdə hazırladığımız kosmos maketinin hazırlanma görüntüləri. Çünki bəzən ən gözəl layihələr təkcə əllərlə deyil, sevgi, maraq və birlikdə qurulan xəyallarla